Bugün endirimlerden yararlanmaq üçün Bravo supermarketlərinə getmişdim. Alışveriş edərkən gözümə Ace'nin stendi dəydi. Diqqətimi çəkən yeni məhsullar oldu. Hansı ki Ace'ni biz maye şəklində olan təmizlik vasitələrini görmüşdük. Bu dəfə isə sprey formasında Ace'nin yeni növləri çıxmışdı. Məhsullar haqqında satıcı xanımdan məlumatları aldım. Sağ olsun mənə ətraflı izah etdi. Mən yağ sökücü və genel təmizlik olanı götürdüm. Azərbaycanda bütün bu tip təmizlik vasitələrinin tərkibində xlor var. Yəqin ki bilirsiniz. Sadəcə Ace'dir ki, həm xlor qatqılı, həm də xlor qatqısız məhsulları var. Elə məhz bu yağ sökücüdə də diqqətimi çəkən xlor qatqısız olması idi. Evə gəldim, peçimi təmiz bilirdim, amma peçimdən nələr çıxdı. Sonra isə keçdim qazanlarımı, tavalarımı təmizləməyə. Birazcı isitdim, çox yox, azca isitdim və buradan damlayan yağları görüb şoka düşdüm. Mən bu tavamı təmiz bilirdim, amma səndimə elə deyilmir. Sadəcə suyun altına tutub təmizləmək kifayət edir. Gördüyünüz kimi qar kimi bəmbəyaz oldu. Sonra isə keçdim moykamın təmizliyinə. Bilirsiniz, mən moykanın içini parıldatmasam ürəyim rahat olmur. Bu məhsul əsil mənlik idi. Rahat-rahat dərindən təmizlədim. Köpük şəklində olduğu üçün həm məhsula ekonomiya olur, həm də ki rahat-rahat istifadə edirsiniz. Qazan və tavalarım tərtəmiz oldu. Son halını sizə göstərəcəm. Məhsullar Bravo marketlərdə hal-hazırda endirimdədir. Qiymət sadəcə 6.99-dur. Siz də endirimlərdən yararlanmaq üçün tələsin.